Sevgi hedefimi nişanlandı, değdiğimi okları aşabilirim. Sen canı canandan ayrı tutmazdın, olduğu ki vefasız değildi ayrı. O seni unuttu, sen unutmadın, yaşa mühəbbətini yaşadım. Bəli, uşaqlar, bu mahnı sizə gəldi. Bilirəm, bərbad bir səsim var, ola bilər. Mən musiqi müəlliməsi falan deyirəm, rəsm müəlliməsiyəm. Məktəb vaxtıda dil ədəbiyyat dərslərində əsasən də şeir oxuyanda bütün şeirin intonasiyasını bərbad kimi oxuyan o şagirdlərdən biri mən olmuşam. Hətta əzbərim yüksək olsa belə müəllimim deyirdi, sən Allah otur yerində əzbərləmisən, amma əsas məsələ o intonasiyanı çatdırmamısan. Eyb yoxdur. Sizə çatdı əsas oldu, intonasiyam əsas oldu. Və ən sevdiyim hissə rəsmlərinizə baxıram bugün. Bugün 15 nəfərdən çox uşağın əl işinə baxacağıq. Deməli, ilk işimizdən başlayaq uşaqlar. Salam müəllimə, necəsiz? Təzə çəkmişəm bunları. Necədir? Mən animəni xoşladım. Qıradakı qız da qəşəngdir, amma mən animəni daha çox xoşladım. Əsasən də gözləri olsun, saç forması olsun. Və sualım var. Bu animənin adı nədir? Adını falan qeyd etməmisən. Maraqlıdır. İşin qəşəngdir. Afərin. Animedə daha qəşəngsən. O bir işində qəşəngdir, amma animəni daha çox bəyəndim. Müəllimə, gözəl əllərinizlə bizə örnəksiz. Gözəl əllər. Çox sağ ol qızım. Sizlərə də həmçinin digər uşaqlara örnəksiz. Mən də sizin əl işlərinizə baxıb motivasiya alıram və tez bazar deyim, mən də çəkim. Yaxşı ki, bizim müəllimətmizsiniz. 16 yaşı var qızımızın. Aha, 2 dənə qanadlı bir mələk uşaq fason bir şey görürük. Çox qəşəngdir əslində. Altdakı belə qalıb, üstdəki də belə qalıb. Biri şəri, bir xeyri mi təmsil edir? Çox qəşəngdir, maraqlıdır. Sən bunu çitirxləsən, çox qəşəng alınacaqdı. Yəni son versiyasını gözləyirəm. Müəllimə, mən sadəcə rəsm çəkən, gələcəkdə interyer dizayner olmaq istəyən 14 yaşlı bir qızam. Mən də 24 yaşlı astaralı bir gənc müəllimə olaraq yox, davamını gətirmirəm. Orası hər dəfə öz xəyallarınızı hər kəslə bölüşməyin uşaqlar. Yəni nə bilim, çox qəşəng. İnşallah niyə də olmayasan, inşallah 14 yaşın var hələ. Biz mən sənin əl işlərində kursa gəlirsən böyük ehtimal. Ölçü nisbətləri var naturmortlarda. Onlara biraz erişmişəm, ona görə seçib götürmüşəm. Naturmort ümumiyyətlə qəşəng işləmirsən, tonlama. Əsasən də o pomidoru çox bəyəndim, çox da qəşəng tonlamısan, maraqlı da işləmirsən. Sadəcə biraz ölçüsünü, biraz çox vərəqə, çox belə böyük işləmirsən də. Məsələn, A3 dürsə, məsələn A4-də işləmirsənsə, A3 boyda işləmirsən kimi demək istəyirəm də sənə. Amma işin qəşəngdir və gələcəyin dizaynerinin əl işinə baxdınız uşaqlar. İnşallah olacaqsan. İnşallah 14 yaşın varsa sən artıq 3 il sonra məzun olursan və məzun olanda da bu videonun altına inşallah yazarsın. Amin inşallah. Əgər yadında qalarsamsa. Boynumu büküm belə. Yaxşı olar inşallah. Hər şey ürəyinizdə olsun uşaqlar. Salam müəllimə. Laminə Yamal. Yamal işləyir. Bu 19 yaşı var idi desən ona. Deməli çəkib. 12 yaşı var qızımızın. Videoya qoysanız sevinərəm. Və cək yenə hürməyə başladı. Hə. Ya səbir. Elə bir evin içində hürür, yəni o qədər səsi bərk gəlir. Mənim səsim bu qədər bərk gəlmir uşaqlar, yəni Yamala birə-bir oxşatmışsan. Nədən bildim, onun diş telləri deyirlər. Yəni nə deyirlər ona? Obşum ondan. Çox da qəşəng eləmişsən, oxşatmışsan da. Mənə çatmayan bu uşaq başında da bir eynək var, gözündə də bir eynək taxıb. Amma işin çox qəşəngdir. Cek sus artıq. Videonu desən kəsəcəm. Böyük ehtimal bu hissəsini. Ya səbir. Heyvanları sevin, qoruyun uşaqlar. Digər bir şeyə baxacağıq. Salam müəllimə, Fərid. Kursa getmirəm, 12 yaşım var. Baxın, digər qızımızla eyni yaşdadır və Ronaldonu işləyir. Bax, burada çoxlu səhvlər ola bilər. Amma burada sadəcə özü üçün çəkib, yəni yəni sevdiyi favori futbolçusunu çəkib, paylaşmış bir oğlan uşağı görür. Qəşəng də işləmişsən. Əgər portret çəkməyi öyrənmək istəyirsənsə, hissələrdən başla. Yəni qəşəngdir. Saçları məsələn, əsasən ona oxşatdım ki, həqiqətən Ronaldo. Məsələn, altına heç nə Ronaldo yazmır. Ondan baxan kimi bildim ki, kimi çəkmək istəyir. Yəni əllərə də sağlıq. Yəni bu işlər üçün hər kəs istedadlı və wow çəkmək məcburiyyətində deyil. Burada əsas məsələ özünü inkişaf etdirmək və maraqlı bir hobbi, yəni özünü üçün etmək. Asılı vaxtlarını düzgün dəyərləndirmək. Yəni hər dəfə əlimizdə telefon olmamalıdır uşaqlar.
Yəni əslində deyəcəksiniz ki, mən zaten Ronaldo qabağımda deyir ki, oturub çəkmirəm ki, telefondan baxıb çəkirəm. Amma başqa bir şeydir uşaqlar. Reels izləmirsiniz və ya TikTok və ya hər hansı bir platformada oyun oynamırsınız. Əsas odur əliniz fəaliyyətləri. Salam müəllimə, 15 yaşım var, necədir? Özüm çəkmişəm. Zordur, gözlər falan. Çox qəşəngdir. Yəni, bu animelərdə ən sevdiyim gözləridir. Yəni, çox masum, çox belə fərqli. Bu gedişlə məni də anime çəkdirməyi sevəcəksiniz uşaqlar. Mən də çünki çox qəşəng işləyirsiniz, xoşuma da gəlir. Afərin sizə. Salam, necəsiz? Windbreakers belə oxunur. Karakterini sizcə necə olub, alınıb yazıb. Mən qırmızı saçını daha çox bəyənmişəm. Bir şeydir, nə oldu? Qəşəng alınıb. O belə qəşəngdir, amma qırmızı saçlıqda detallar falan var, sıra falan taxılıb. Gözündəki falan detallar çox qəşəngdir və rəngi də çox qəşəng işləmişsən də, xoşuma gəldi həqiqətən. Digər bir işimizə baxırıq. Məktəbdə demişdilər ki, kosmosa aid rəsm çək. İlk dəfədir ki, boya ilə rəsm çəkirdim. Qorxuducu proses idi. Niyə qorxuducu proses? Aha, oxuyum ardını. Nə boyası, fırçası alacağımı bilmirdim. Yəni ilk dəfə alırmış. Hansı rənglə başlayacağımı da bilmirdim. Ulduzlar, detallar falan. Onu da eləmək deyil ki, ayrı bir əziyyət idi deyir. Uşaqlar görürsünüz, uşaq zülüm çəkib, amma çəkib çox da qəşəngdir. Mənə çox xoşuma gəldi. Əslən oradakı ulduz kümaları var, bulut şəklində təsvir etmişsən. Bir də indi yerin üstünə nəsə partlama bir şey baş verir, yoxsa yaxşı bir şey olsun da. Yəni kosmos olmayan qəşəng eləmişsən. Yox, çox qəşəngdir, maraqlıdır, işin çox qəşəngdir. Yəni özün o qədər onu sözlə də təsvir elədin əslində. Təkcə belə təsvir yox, sözlə də təsvir elədin. Yəni zülmün necə çəkdiyini əllərə sağlıq. Adım Mərtəmdir, 11 yaşım var. Aha, rəsmimi bəyəndiniz, sual verir qızımız. 11 yaşına görə məncə çox qəşəngdir. Uşaqlar, quşları qıyıb belə, bəzən uşaqlar mənə sual verir, müəllimə, qıymaq nədir? Uşaqlar, qıymaq belə baxmayı deməkdir. Belə baxanda siz quşların fərqli rəngdə olduğunu da görəcəksiniz. Yəni biri qızlı, biri oğlan və ya fərqli bidirlər də. Qəşəng bir detaldır, xoşuma gəldi. Aha, deyir ki, bunu öz əllərimlə çəkmişəm. Sensor telefonun üzərində alınıb ilk dəfədir belə. Mən mobildə heç çəkməmişəm uşaqlar, nə yalan deyim. Mən karandaş, rəng, boya falan əlimə qatışsın falan sevən birisiyəm. Amma belə çəkmək də çətindir ya. Yəni telefonda falan proqramlar var. Bunlarla işləmək də əslində bilik tələb edir də. Şahinin işidir. Baş həqindən fərqli bir iş görürük. Canavar işləyib, canavar baxışı, fərqlidir, çətindir amma. Bir də özü bilinir, xəttlərindən falan çətinlik çəkdiyim bilinir. Amma stilizə olunmuş formada çəkib də, yəni realist çəkməyib, stilizə olunmuş formada işarə halına salıb və maraqlı da alınıb. Aha, digər işimizə baxırıq. Salam müəllimə, necəsiz? Mən Rəhmətli Məryəm, 13 yaşım var. Sizcə necədir? Spişkanı mən daha çox bəyəndim, alovu. Digər işə görə çox qəşəngdir. Alovu təsvir etmək, rənglərin əlvanlığı falan və ən əsası da hər işə uyğun da imzanın da o rəngdə olması. Qəşəng. Salam müəllimə, necəsiz? Bir növbəti rəsmimi paylaşıram. Ümid edirəm ki, bəyənirsiniz. Yalan olmasın, ən sevdiyi şəklin olduğunu söyləyib. Aha, 16 yaşında. Hal-hazırda 16 yaşında və 6 ildir rəsm kursuna getdiyini söyləyib. Manira təsviri görürəm, yəni dəniz təsvirləri. Bir şey deyim, doğrudan bunu sən çəkmirsən? Müəllimin kömək edibmi, düzündür. Çünki çox belə ustalıq vardı bu işdə. Tən ki, hər hansı bir yerdən götürmüsən, qoymusan kimidir, həqiqətən. Yəni o dərəcə vavdır. Yəni 16 yaşda sən vavdır, yəni çox qəşəngdir. Müəllimin kömək eləmiş olar. Çünki bir müəllim toxunuşu var bu işdə, bəllidir. Əllər və sağlıq, amma çox qəşəngdir. Dəniz təsvirləri olsun, mənzərələr olsun. Həqiqətən insanlar işlədikcə uşaqlar həqiqətən zövq alır və sən düzgün seçim etmişsən. Əllər və sağlıq. Salam müəllimə, 14 yaşım var, necədir? Aha, Diyananı işləyib. 14 yaşında Diyananı işləmirsən, kursa getmirsən böyük ehtimal. Və sənə ən böyük bir müəllimə tövsiyəsi hissələrlə çək balacam. İndi hələ yaşın da var, hələ vaxtda da var. Əsr vaxtıdır. Mən elə bir 9-cu sinifdə başladım da, elə 15-16 yaş aralığında. Yəni birbaşa heykələ başlama qətiyyən
Bir naturmort işlə hansı bir şey ölçməyə, öyrənməyə çalış. Dərs videolarını istəyirsən baxa bilərsən, ölçü nə demək istədiyini başa düşərsən. Onlara baxanda artıq vərdiş halına salıb heykələ keçə bilərsən. Bir dəfəlik heykəl səni motivasiyadan sala bilər. Amma belə pis deyil, 2 dəfəyə davam elə. Salam müəllimə, necəsiz? 15 yaşım var. Çəkdim ki, master high vibe verir. Yəni maraqlı işlərdir. Əsasən dırnaqlar çox qorxuducu və maraqlı. Köhnə işimdir. 15 yaşındaykən çəkib. İndi hal-hazırda neçə yaşım var? Həqiqətən uşaqlar hala olursa, mən özüm o marağı mənə yaratmısınız. Mən də çəkəcəm bu gedişlə. Müəllimə rəsm muzeyinə verdim. Rəsm muzeyinə verdim. Belə bir muzey Azərbaycanda var. Rəsm qalereyası var da, muzey olaraq hələ ki var bizdə elə bir xalça muzeyi var. Rəsm muzeyi varmı? Bir dəqiqə. Və bu şəkili bəyənib, zəhmət olmasa siz də çəkə bilərsiniz. Yasəmən görürəm burada. Mən deyir ki, sizin çəkdiyiniz daha gözəl anlar deyir. Çox sağ ol quzum. İşin tam, yəni hardan köçürümsə, onu istəsən atarsan, işləyə bilərəm, problem deyil. Yasəmən gülü. Güllər ümumiyyətlə maraqlıdır. Mən bir qonumuz demişdi, sən niyə gül çəkmirsən? Mən sizə çəkirəm gül. O aslında təzə video atdım, gül çəkmişəm də. Çox da çəkmirəm, ona görə dedi yəqin. Amma bu işini həqiqətən sən çəkmirsən, düzündür. Çünki o boyda, sən ümumiyyətlə yaşını da yazmayıb. Bəlkə yaşı çoxdur quzumuzun, bilmirəm. Amma yaşını və həqiqətən sən çəkib çəkmədiyini de. Neçə ildir kursa gedirsən, bütün məlumatları hamısını tərcüməyə halını tök ora. Sonra isə salam müəllimə, necəsiz? Sizin neçə vaxtdır izləyirəm YouTube'dan. Sizin videolarınızı çox bəyənirəm. Mənim adım Qənirə Alısoy, 13 yaşım var. Tezliklə akvarellə çəkdiyim işimi ümid edirəm ki, bəyənərsiniz. Bax, burada həm limon var, badımcan var, yumurtada çox bayıldım. Akvarel texnikasını çox qəşəng. Bir də zeytun dalı var, budağı var, üstündə də zeytunları var. Çox da qəşəng işləmişsən. Ən çox bəyəndim yumurta oldu. Həqiqətən çox qəşəng işləmişsən. Afərin. Aha, bir də bir axırıncı işimizə baxaq. Nə qədər uzun yazıb. Başlayaq. Bismillahirrahmanirrahim. Deməli, salam gözəllər gözəli müəllimə. Bax, qəşəng sözdən başladıq. Ümid edirəm ki, yaxşısınız. Həmişə yaxşı olasınız. Çox sağ ol quzum, sizlər də elə həmçinin. Bəlkə də bunları deməyə sözlərim çatmayacaq. Bəlkə də nə qədər yazsam da sizə olan hörmətim və sevgim tam ifadə edə bilməyəcəm. Bax, indidən əgər cümlənin əvvəlində hələ ifadə edə bilməyəcəm, amma yenə də ürəyimdən keçənləri sizinlə bölüşmək istəyirəm. Siz mənim üçün təkcə rəsm müəlliməsi deyilsiniz. Siz hər dəfə şəkil göndərəndə sizdə daha, yəni deyir ki, qiymətləndirən, yəni sözlərinizlə məni həvəsləndirə bilirsiniz. Bəzən insanın çəkdiyi bir şəkil gözəl olub olmasını, daha çox ona olan verilən dəyər önəmli olur. Aha. Siz də mənim şəkillərimi təkcə mənim yox, digər uşaqların da elə bir dəyər verirsiniz ki, insana daha da həvəsi artır. Sizin ən sevdiyim xüsusiyyətlərinizdən biri də xasiyyətinizdir. O qədər mehriban, anlayışlı, sakit və gözəl qəlbi insansınız ki, mən sizi həm müəllim kimi, həm də insan kimi gözəl olduğunuzu düşünürəm. Hayda. Sizin gözəlliyiniz təkcə xarici görünüşünüzdə deyil, əsl gözəlliyiniz davranışınızda, danışığınızda, insanların münasibətinizdə, anlayışınızda və ən əsasız da gözəl ürəyinizdədir. Və sonunda da deyir ki, çox uzun olduğu yazır. Bunu deyim ki, həqiqətən qəlbinə, ürəyinə sağlıq. Həqiqətən mən bunu oxuyaq biraz kövrəldim. Videonun bir səsini necə gördüm, yox. Qəlbə üz mimikalarım çıxıb. Nə bilim, həqiqətən çox sağ olun. İnşallah oxumaya səbriniz çatar. Niyə çatar? Mən neçə dəfə oxudum, fərqindəsən. İndi videonu dayandırıb bir dəfə də oxudum falan. Dərk eləməyə çalışdım. Bu necə gözəl qəlbə sahib olan uşaqlarsınız. Həqiqətən deyirəm ki, nə yaxşı ki başlamışam, nə yaxşı ki, nə bilim, yandım qəlbə olur. Həqiqətən heç üzbəyiz görüşməmişik. Amma sizin yeni sözlərimin, baxışlarım üzbəyiz olmaya da bilərik. Amma o şey çatması tam fərqli bir şeydir. Bəlkə bu başqası üçün, ayda klişe, ayda nə danışır falan deyə bilərsiniz. O qəlbsizlər ola bilər.
Amma mənim üçün tam fərqli bir şeydir. Çünki mən də sizin kimi idim də. Yəni necə deyim, hər işlərimi kiməsə göstərməyə çalışırdım. Onların gözlərinin içinə baxırdım ki, yəni müsbət bir şey alım. Bəziləri eləyirdi, bəziləri deyir, hə, daha işin gücün yoxdur falan deyirdi də, yəni nə bilim, bir qəribə oldum. Ay. Yeni şəkillərimi ümid edirəm ki, bəyənərsiniz. 13 yaşım var. İncidən çox sağ olun. Sən çox sağ ol qızım. Mən kövrəldim bayağı. Çünki mən təzədən videonu dayandırdıqdan sonra bir dəfə də oxudum. Bir qəribə oldum. Həqiqətən çox qəribə oldum. Abi. İşinə baxayıq. Uşağın işi qaldı qıradı. Deməli, işin çox qəşəngdir. Dəftərdə işləmsən, sketchbook vibe'ındadır və imzanı da qoymuşsan. İmzanı daha çox bəyəndim, nə yalan deyim, çox qəşəngdir. Və qızımız da belə qalıb. Rəngli işlərini də gözləyirəm, çünki bu qədər ürək dolusu, ürəyini elə bir qoymuşsan burada. Həqiqətən sözlərin, ifadələrin hamısı qoymuş bir insan. Atdığı təsvir təkcə ağ-qara deyil, rəngarəng gözləyirəm inşallah. Digər işlərində daha qəşəng olar. Bu qədər də oldu uşaqlar. Biraz qəribə video oldu, amma çox da mənim üçün maraqlı oldu. Ümid edirəm ki, sizin üçün də maraqlı olmuşdur. Digər videolarda görüşənədək hələlik cümlə qura bilmədim. Gedim videonu editləyəndə də bir kuru qaldım. Kövrəldim. Ağlamadım, sadəcə gözlərim həqiqdə oldu. Nə bilim.